Salam. Bu günləri topludan situasiya yedinə eləyəcək. Birinci hissə topludan 2025-də. Situasiya məsələlərindən heç vaxt çəkinməyin. Bilmək olmur situasiya məsələlərini necədir. Ona görə oxumaq lazımdır. Oxuyam, elə vaxt olur ki, situasiya məsələsi çox vaxt olur, elə 6-cı sinifə, 7-ci sinifə aid olur. Gedib yuxarı sinifə də çıxmır. Ona görə çəkinmədən baxmaq lazımdır. Deməli, oxuyuruq situasiya məsələlərini. Əvvəlcə diqqətlə oxumaq lazımdır. Bir dayanacaqda Toyota, Mercedes və Hyundai markalı avtomobillərin ümumi sayı 30-dur. Toyota avtomobillərinin qeyd edək biz T hərfi ilə, Hyundai avtomobillərin H hərfi ilə, Mercedes avtomobillərin M hərfi ilə göstərək. Deyir, Toyota avtomobillərin sayı Hyundai avtomobillərin sayından 3 dəfə çoxdur. Hyundai avtomobillərin sayını x götürsük, Toyota avtomobillərin sayı 3x olar. Və Mercedes avtomobillərin sayı Toyota avtomobillərin sayından 5 ədəd az. Ondan Mercedes avtomobillərin sayı 3x-5 olar. Cəmi də deyir 30. Onda aşağıdakı tənlik alınır. 3x, 3x, 3x-5 bərabərdir 30. Bildiyimiz kimi bu tənliklər 5-ci, 6-cı sinifdə həll olunur. Lap 5-də də həll olunur bu. 7 kız çıxmaq 5 bərabərdir 30. Burada azalan tapanda hər ilə çıxılan toplamaq lazımdır. Deməli 7x bərabərdir 35. 35-i bölünür 7-yə. X eləyir 5. Onda deməli Toyota avtomobillərin sayı oldu 3 vur 5, 15. Hyundai avtomobillərin sayı hələ x idi o. Oldu 5. Mercedes avtomobillərin sayı Toyota'dan 5'dən az idi. 15'dən 5 çıxdı. Mercedes avtomobillərinin sayı oldu 10. Cəmi 30. Deməli, bu məsələ neçənci sinifə aiddir ki? 5-ci sinifə aiddir də. Burada nə çətin bir şey var ki? Deməli, ona görə çəkinmək lazımdır situasiya məsələlərindən. Əvvəl bir də diqqətlə oxumaq lazımdır. Və ümumiyyətlə, situasiya məsələləri axıra saxlamaq lazımdır. Əvvəldə yox, axırda bir də baxmaq lazımdır. İlə indi neçəli? 19-u. Dayanacaqda hər avtomobildən neçə ədəd olduğunu tapın. Hələ bu elədiyimiz 19 etdi. Onda bura 19 yazaq. 19. İndi elə 20-ni. Deyir, təsadüfən seçilmiş 3 avtomobilin ikisinin Toyota. Deməli, onda M bərabərdir. 30 dənə avtomobildən ikisi Toyota'dır. İkisi Toyota. Təsadüfən seçilmiş 3 avtomobildən ikisi Toyota. Bu əlverişli hallardır. Əlverişli hallar ENA ilə işarə eləyir əlverişli halları. İkisi Toyota, biri Hyundai. Hyundai'daki neçə dənə idi Hyundai? 30 dənə, Toyota 30 dənə 4. Toyota neçə dənədir? 15 dənədir. Toyota 15 dənədir, onda bu olar 15-dən 2. Toyota. Birinin isə Hyundai. Hyundai neçə dənədir? Hyundai 5 dənədir. Bu da olur 5-dən 1. Əlverişli hallardır bu. 15 vur 14. 1 vur 2. Bu da 5 böl 1. 2 ilə 14 ixtisar getdi 7. Və o da oldu bu 15 vur 7 vur 5. Qalsın bu belə. Vurmağa vurmayaq. Çünki ixtisar gedəcək. Keçək indi bütün halların sayını tapaq. N. 30 dənədən 3-ünü seçək. 30'dan 3'ünü seçək. Deməli olacaq 30 vur 29 vur 28 bərabərdir. 1 vur 2 vur 3. 6 30'dan getdi. Bu oldu 5. Deməli oldu 5 vur 29 vur 28. İndi ehtimalını tapaq. Ehtimal da tapmaq üçün
Əlverişli halların sayı bütün halların sayına bölünməliyik. Əlverişli halların sayı oldu deməli 10, 15, vur 7, vur 5. Bütün hallar 5 vur 29 vur 28. 7 ile 28 gitti 4. 5'ler gitti. 4 de 29. Bu 29'u da elədi 116. Yuxarıda da 15. Oldu deməli 116 da 15. Bu 20'nin cevabı. Keçək 21'e. Deyir, Toyota avtomobillərin hər birinin yuyulması 6 manat. 15 tane Toyota avtomobili var idi. 15'i bırak 6'ya 90 manat buna gitti. Hyundai avtomobillərin hər birinin yuyulmasına 5 manat. Hyundai avtomobili 5 tane idi. 5'i bırak 5'e 25 manat. Mercedes avtomobilinin üçünün hər birinin yuyulmasına 5 manat. 3'ü bırak 5'e. Yerdə qalan nə deyildi ki 10 tane Mercedes idi. 3'ü yuyulubsa 7'si qalıb. Bunların da hər birinin yuyulması 10 manat. Bu da elədi 105 manat. 105 yox, 85 eləyir. 3'də 5, 15. Sonra deyir ki, Toyota və Hyundai avtomobillərin yuyulmasına sərf olan məbləğ, yəni 90, üstə gəl 25. Bu elədi 115 manat. Mercedes avtomobilin yuyulmasına sərf olunan məbləğdən neçə faiz çoxdur? 115'ten çıxanda Mercedes'e de yuyulmalı 85 manat. Bu da elədi 30 manat. 30 deyir 115'ten neçə faiz çoxdur? Deməli onda 30'u bölə 115'e. Deyir Mercedes avtomobilin yuyulmasına nə qədər? Mercedes avtomobilin yuyulmasına 85 manat sərf olunub. 30'u bölə 85'e. Vuraq 100'e. 30'dan 85, 5'e gitti 6, 17. 600 böl 17. 617'ye bölen değil 35 daha. 17'de 5 faiz. Bu 21 nömrəli məsələdə 6-cı sinifə aiddir. 6-cı sinifə aid. Bir də burada 22 var, kombinizondan istifadə olunur. Kombinizon da bu 9-cu sinifə aiddir, demək olar. Birincisi deməli 19 5'e aid idi, 29'a aid, 21 də 6'ya aid. Belə qarışıq məsələdir. Buna görə situasiya məsələlərinə də ehtiyac yoxdur qorxmağa. Diqqətlə baxın bunları, gündə bir dənə həll edəcəm. Sabahda inşallah növbəti situasiya 8 eləyərik. Sağ olun.